Salam, xoş gördük yeni TV'nin dəyərli izləyiciləri. Günün daha bir yayımına təqdim edirik. Bugünkü yayımımızda Azərbaycan-Ermənistan sülh gündəminə dair müzakirə aparacaq. Həmsöhbəti Milli Məclisin deputatı Bəhruz Məhərivodur. Bəhruzcan, xoş gördük, xoş Hər gəldiniz vaxtınız xeyir yayımıza. olsun. Bəhruzcan, ölkə başçısı və Almaniya prezidentinin Bakıda keçirilən görüşündən sonra təşkil olunan bir mətbuat konfransında, bəyanatlarda ölkə başçısı çox mühüm məqamlara toxundu. Xüsusilə sual-cavab sessiyasında ölkə başçısı sülhlə bağlı məsələlərə daha çox diqqət ayırdı. Bununla bağlı belə qeyd edək, Alman jurnalistlərin suallarına kifayət qədər geniş şəkildə cavablar verdi. Əvvəlcə bu suala ünvanlamaq istəyirəm. Hazırki gedişat sizcə nəyi göstərir? Yəni Azərbaycan prezidenti növbəti dəfə sülhlə bağlı mövqeyimizi həm dünya ictimaiyyətinə, həm də Ermənistan diqqətinə çatdırdı və siz bundan sonra hansı istiqamətə yönələ bilər? Nəzərə alsaq, sərhəddə həm atəşkəsin pozulma halları var, eyni zamanda Avropa İttifaqının dırnaqarası müşahidə missiyasında fəaliyyəti ortadadır. Təşəkkür edirəm. Əvvəlcə ondan başlayaq ki, bölgədə sülh prosesinin özü ilə bərabər sülh prosesinin mahiyyəti, aparıcı qüvvəsi ilə bağlı çox əhəmiyyətli bir situasiya var ki, dünya ictimaiyyəti bunu bilməlidir. Dünya ictimaiyyəti bilməlidir ki, sülh prosesi faktiki olaraq Azərbaycanın çeynlərində daşınır. Ermənistan bu və digər formada sülh qarşısında maneə kimi çıxış etməkdən və yaxud sülh adı altında pərdələnərək təxribatçılıqdan başqa bir iş görmür. Və elə çox qəribə də olsa, bugün dünyanın bir çox aparıcı dövlətlərinin ayrı-ayrı media qurumları, o cümlədən Almaniya prezidentini müşahidə edən media strukturlarının verilən suallarda da bu mahiyyəti biz hiss etdik. Və Azərbaycanın sülhlə nə qədər ciddi olub-olmadığı ilə bağlı məsələlərdə sual vermək həqiqətən də bu istiqamətdə Azərbaycanın ciddi şəkildə öz qətiyyətli mövqeyini ortaya qoymasını zərur edirdi və cənab prezident bu qətiyyətli mövqeyi ortaya qoydu ki, birmənalı şəkildə bugün Cənubi Qafqazda sülh prosesi Azərbaycanın təşəbbüsü ilə başlayıb və Azərbaycanın təşəbbüsü ilə davam edir. Xatırlayırsınızsa, yerli televiziyalara müsahibəsində cənab prezident bir monoloq ifadəsi işlətmişdi. Bugün faktiki olaraq həm Cənubi Qafqazda və bütövlükdə regionda gündəliyi Azərbaycan müəyyən edir. O cümlədən də sülh gündəliyi Vətən müharibəsi antiterror tədbirlərindən sonra məhz Azərbaycan prezidentinin təşəbbüsləri ilə başlayaraq davam edib. Və xüsusən antiterror tədbirlərindən sonra cənab prezidentin də dediyi kimi yeni bir müstəviyə qədəm qoyub. Hansı ki, Ermənistan artıq separatçılarla bağlı mövqeylərini o sülh müqaviləsindən çıxarmağa məhz Azərbaycanın diktəsi ilə, Azərbaycanın yaratdığı geosiyasi reallıqla artıq çıxarmağa razı olduqdan sonra. Bu mənada hesab edirik ki, Azərbaycanın Bakıdan verilən bəyanatlarda ifadə olunan mövqeyi birmənalı şəkildə hər iki istiqamət, həm bölgədə sülhün zərurətini, həm də bütövlükdə bu sülhün təşəbbüskarının Azərbaycan olmasını dünya ictimaiyyətinə çatdırdı. Hazırki vəziyyətə gəlincə, bilirsiniz ki, Azərbaycanın şərtləri kifayət qədər sadədir. Bəli, biz sülh şərtlərini artıq razılaşdırmışıq, amma sülh şərtlərinin qüvvəyə minməsi üçün zəruri şərait də formalaşmalıdır və bu şərait sülh üçün problem törətməməlidir. Bugün bölgədə sülh üçün problem yaradan məqamlar var və sülh müqaviləsini faktiki olaraq sülh şərtlərinin razılaşdırılmasını şübhə altına alan məqamlar var. Məsələn, əgər tərəflər arasında sülh müqaviləsinin şərtləri hətta bugün mövcuddursa, əgər bugün işğala təcavüzə artıq faktiki olaraq fiziki zəmində son qoyulubsa, ATƏT-in Minsk qrupu adlı qondarma quruma hansı ehtiyac var? Hansı ki, bu 30 ildən artıq bir müddətdə mövcud olub və yalnız pozuculuq fəaliyyəti ilə məşğul olub. ATƏT-in Minsk qrupunun bölgədə mövcud olması və yaxud mandatını saxlaması o deməkdir ki, münaqişə başa çatmayıb. O deməkdir ki, bu bölgədə hələ də kənar qüvvələrin müdaxiləsinə ehtiyac var. Hətta münaqişə başa çatmasaydı da belə Azərbaycanın mövqeyi bilirsiniz ki, birmənalı şəkildə birbaşa təmaslar idi. Və Azərbaycan Vətən müharibəsində, antiterror tədbirlərində münaqişəni başa çatdırmaqla tamamilə bu zəmini də aradan qaldırıb və indiki məqamda məhz yeni konfigurasiyaya fokuslanmaq lazımdır. İşğal dövrünün havasını yaşatmaq heç kimə heç nə yaxşı vəd etməyəcək. Digər tərəfdən isə Azərbaycanın əlbəttə ki, digər məqamları cənab prezident digər bir məqamı diqqətə çatdırdı və burada konstitusiya dəyişikliyi xüsusi diqqətə alınmalıdır. Çünki konstitusiya özü artıq sülh müqaviləsinin şərtlərini hüquqi cəhətdən mümkün saymalıdır. Və digər məsələlər də var, hansı ki, bölgədə üçüncü qüvvələrin mövcudluğu, hansı ki, bu mövcudluq bugün bölgədə sülh üçün ciddi problem yaradır. Biz Avropa İttifaqı missiyasının simasında bunu görürük. Bilirsiniz, xeyli müddətdir artıq sərhəddə köklü olaraq sabitlik hökm sürürdü, amma ATƏT, daha doğrusu Avropa İttifaqının missiyasının orada monitorinqləri sürətləndirməsi, monitorinqləri intensivləşdirilməsi
Bu artıq problemə yol açacağını bilirdik. Elə məhz bu, sizin studiyadan da bunu dəfələrlə ayrı-ayrı verilişlərdə bunu ifadə etmişik və gözlənilən kimi də oldu. Monitorinqlər sanki bölgədə yeni gərginlik üçün bir bazis hazırlayır və bu gərginliyə də biz müşahidlik olduq. Hocam, ola bilərmi ki, elə bu monitorinqlərin təşkili üçün bu gərginliklər törədilir? Əslində bu paralel şəkildə aparılan məsələdir. Monitorinqlər həyata keçirilir ki, gərginlik üçün uyğun istiqamət seçilsin və planlı şəkildə gərginlik orada aparılsın. Eyni zamanda təbii ki, həm də gərginlik də eyni zamanda monitorinqin davamlılığına şərait yaratsın. Amma bugünə qədər həmin o monitorinq qrupu, dırnaqarası müşahidə missiyası hansı gərginliyin qarşısını ala bilir və hansı gərginliyi olduğu kimi təsvir edə bilir, hesabata salır. Bir dəfə siz Ermənistan tərəfindən atəş açılması, Azərbaycanın mövqelərinin atəşə tutulması ilə bağlı bir cümləyi görmüsünüzmü monitorinqin nəticələrinə dair hesabatlarda? Yoxdur. Əksinə Azərbaycanı ittiham edən bu və digər formada dolayısıyla Azərbaycanı günahkar çıxarmaq istəyən bir sənədlər, hesabatlar ortaya qoyulur. Hansı ki, Qərb mətbuatı, sonradan ayrı-ayrı marionet Qərb insan haqları təsisatları, dırnaqarası beyin mərkəzləri məhz real vəziyyətə yox, həm monitorinq nəticələrinə istinad edirlər. Bunlar vahid tezislərin ayrı-ayrı hissələridir. Azərbaycana qarşı başladılan xaç yürüşünün vahid hissəsidir, amma nəticə itibarilə bugün bizi arxayın salan, bizi daha bu istiqamətdə ümidli edən məqam Azərbaycanın gücü, imkanları, Azərbaycanda xalq iqtidar birliyi idi ki, məhz bu zəmin bizə qarşı təxribatların qarşısını zamanında almağa və qabaqlayıcı aidiyyatlı tədbirlər görməyə bizə imkan yaradır. Aydındır. Başkan, siz də qeyd etdiniz, burada elə ölkə başçısının fikirlərinə çox aydın şəkildə ATƏT Minsk qrupu ilə bağlı məsələ qeyd olundu. Yəni, bir növ Bakıda səslənən bəyanatları həm də bir çağırış kimi qiymətləndirə bilərik, həm o Minsk qrupunun həm sədrlərinə, eyni zamanda Ermənistan tərəfinə və bundan sonra doğrudur, Ermənistan müəyyən zaman ərzində Minsk qrupunun buraxılması təşəbbüsünə çıxış edəcəyinə dair müəyyən fikirlər səsləndirib. Amma konkret real addımları biz görmürük. Yəni, bundan sonra prosesin sürətlənmə imkanı, ehtimalları varmı ümumiyyətlə? Ermənistanın mövqeyini gələndə Ermənistanın biz onsuz da zaten Ermənistandan daim bipolyar siyasətin şahidi oluruq. Paşinyan başqa bəyanat verir, ardınca onun tabeliyində işləyənlər tamamilə başqa addımlar atırlar və başqa bəyanatlar verirlər. Və bu mənada Ermənistanın nə deməsinin faktiki olaraq artıq önəmi o qədər də qalmayıb. Və nəticə itibarilə Azərbaycan Ermənistana özünü sübut etmək üçün yaxşı imkanlar verib. Və bu, onlardan biri də ATƏT Minsk qrupunun buraxılmasıdır. Qeyd etdiyimiz kimi, Ermənistan özü bu bölgədə münaqişənin bitdiyini etiraf etməlidir. Bu etiraf da Paşinyanın bəyanatlarında yox, hansı ki o bəyanatların artıq qüvvəsi, çəkisi qalmayıb. Bəyanatların ardınca Paşinyanın Facebook statuslarında tamamilə başqa ifadələr işlədir. İclasda başqa şey deyir, müsahibələrində başqa şey deyir. Bu mənada bu iradənin ifadəsi bir mənalı şəkildə Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməsi ilə bağlı rəsmi bəyanatı olmalıdır və rəsmi addım olmalıdır. Bu, bölgədə sülh sabitliyi üçün, eyni zamanda razılaşdırılan sülh şərtlərinin icrası üçün, qarşılıqlı etimadın möhkəmlənməsi üçün çox vacib amil kimi çıxış edə bilər. Azərbaycanın mövqeyi kifayət qədər aydındır və həqiqətən də sizin dediyiniz fikrə qatılıram ki, Azərbaycan prezidentinin bu bəyanatı həm də bir çağırışı idi. Eyni zamanda həm də reallığın dünya ictimaiyyətinə nümayişi idi ki, həqiqətən də artıq mandatı başa çatmış, yəni həll ediləcək məsələsi qalmamış bir strukturun saxlanılması və bunun üçün üzv dövlətlərindən yığılan o vəsaitlərin, xərclərin bu istiqamətdə xərclənməsi kimə xidmət edir, nəyə xidmət edir və bölgə üçün nə vəd edə bilər? Bu mənada hesab edirik ki, bəli, Azərbaycandan səslənən bəyanatlar möhtərəm cənab prezidentin həm çağırışı, həm də xəbərdarlığı kimi qiymətləndirilməlidir. Əlbəttə. Bəlkə konstitusiya məsələsinə toxunaq. Biz qeyd etdik, yəni zaman-zaman bu məsələ ilə bağlı Ermənistan tərəfindən müəyyən fikirlər səsləndir, amma yenə eyni bir prosesi yaşamaqdayıq, görməkdəyik. Yəni konkret real addımlar yoxdur. Gözləmək olarmı yaxın müddət ərzində ümumiyyətlə qarşıdakı, yəni prosesi daha da sürətləndirmək üçün ən azı hər hansı bir addımların, real addımların atılacağını? Əslində Ermənistanda konstitusiya islahatları labüddür. Amma konstitusiya islahatlarının hansı formada keçiriləcəyi bizi daha çox maraqlandırır. Bilirsiniz ki, Ermənistanın Ədliyyə Naziri artıq açıqlama verərək 8-10 ay ərzində yeni konstitusiya layihəsinin hazır olacağını mümkünlüyü barədə danışdı. Amma bilirsiniz ki, Ermənistanın özündə ciddi başqa fərqli maraqlar toqquşması var. Paşinyan prezidentli respublikaya qayıtmaq,
və Konstitusiyanı bu istiqamətdə dəyişməkdə israrlıdır, öz hakimiyyətini daha da möhkəmləndirmək üçün. Və belə bir məqamda Konstitusiya islahatlarının yalnız bu istiqamətə aid eləməsinin bölgədə sülhə, sabitliyə heç bir aidiyyəti yoxdur. Bu, Ermənistanda idarəçilik sisteminin dəyişməsindən başqa bir şey deyil. İdarəçilik formasının dəyişməsindən başqa bir şey deyil. Parlamentli respublikadan prezidentli respublikaya keçid. Bizi indiki halda maraqlandıran Ermənistan daxilində nə baş verəcəkləri, idarəçilikdə kimin olacağı yox. Bizi maraqlandıran Azərbaycan da daxil olmaqla bölgədə sülhü, sabitliyi təhdid edən bir mövqeyini, yəni qonşu dövlətlərə qarşı ərazi iddialarının yeni konstitusiyada əksini tapmamasıdır. Və bu konstitusiyada əsaslanan bir neçə qanunvericilik aktında artıq Azərbaycana, o cümlədən Türkiyəyə, digər qonşu dövlətlərə dolayısıyla ərazi iddiaları var. Azərbaycana münasibətdə bu iddia birbaşadır, Türkiyə münasibətdə bu iddia birbaşadır. Ağrı dağına bilirsiniz ki, iddia var Gerbin təsvirində, konstitusiyanın müvafiq maddəsində. Bu mənada bilirsiniz, məntiq çox sadədir. Əgər Ermənistan konstitusiyası Azərbaycanın ərazi bütövlüyünü tanımırsa və Ermənistan konstitusiyasına imzalanacaq sülh müqaviləsi Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə həmin sülh müqaviləsi konstitusiyaya zidd olacaqsa və parlament bu konstitusiyaya uyğun formada həmin müqaviləni ratifikasiya edə bilməyəcəksə, bu qədər sadə, hansı sülh müqaviləsindən söhbət gedə bilər. Bu mənada hesab edirik ki, Ermənistanda konstitusiya islahatları daxili məsələlərdən daha çox Paşinyanın iddialarından daha çox bir mənalı şəkildə bölgədə qonşularla münasibətlərə, xüsusən Azərbaycan Ermənistan arasında artıq sülh müqaviləsinin imzalanmasına xidmət etməlidir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayana qədər Ermənistanın digər qonşuları, yəni konkret olaraq Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmayana qədər hər hansı formada bu ölkədə islahatlardan, dəyişikliklərdən, inkişafdan, tərəqqidən danışmaq olmaz. Və eyni zamanda Ermənistanın müstəqilliyi üçün təminata çevrilə biləcək bir addımdır. Əlbəttə. Hacım, diqqət çəkən məsələlərdən biri sanki Azərbaycanı yenə də tələsik sülhə məcbur etmək deməyim, yəni bu istiqamətdə addımlar atmağa məcbur etmək istiqamətində addımlar atmağa cəhdlər göstərilir. Bunu mən həm Alman jurnalistlərin suallarında hiss etməyə başladım, həm də ölkə başçısının Ermənistandan və onun baş nazirindən sülh göyərçinin yaradılmaması, yəni bu fonda təqdim olunmaması məsələsində biz görməkdəyik. Bu həqiqətən belədirmi? Siz necə düşünürsünüz? Bilirsiniz, bu yanaşma artıq bizim üçün yeni deyil. Vaxt var idi, Xocalı faciəsi törədildi. Azərbaycan Xocalı faciəsinin törədilməsində, ermənilərə qarşı qırğın törədilməsində hətta ittiham olunmağa başladı. Azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar, amma görürsünüz, bununla bağlı danışan yoxdur. Bugün 5-10 min erməni könüllü şəkildə və Ermənistanın təşviqi ilə Azərbaycan tərəfindən təhlükəsizliyinə tam təminat verilməklə ölkədən çıxıb, bugün onun davası gedir. Və yaxud da ki, xatırlayırsınız, ekoaktivistlərin aksiyaları dünya ictimaiyyətində Azərbaycana qarşı, Azərbaycanın haqlı mövqeyinə qarşı bir kampaniyaya çevrilməyə başladı. Qarabağda insanlar acından qırılırdı o zaman və s. və ilaxır. Belə bir kampaniya başladı və Ermənistan və havadarları hər bir imkanda prosesləri Azərbaycanın əleyhinə çevirməyə cəhd edir. Eyni zamanda da sülh prosesində də. 30 il ərzində işğalı davam etdirən bir dövlət, 30 il ərzində bu bölgədə ekosit, urbisit, çoxsaylı digər müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlər törədən bir dövlət, eyni zamanda Müdafiə Naziri yeni ərazilər və yeni müharibə və yeni ərazilər bəyanatları ilə çıxış edən, Baş naziri gəlib açıq şəkildə, qanunsuz şəkildə gəldiyi Xankəndində Qarabağ Ermənistandır deyən bir dövlətin bugün sülh göyərçini obrazının yaradılması həqiqətən absurddur. Və bugün də Ermənistan güya sülhə can atır, Ermənistan sülh tərəfdarı kimi təqdim olunur. Amma baxmaq lazımdır, Ermənistan hansı sülh istəyir? Bu sülh dayanıqlıdırmı? Bugün Ermənistan bölgədə sülh istəmir. Ermənistan sülh niyyəti ilə pərdələnərək Azərbaycan əleyhinə yeni kampaniyanın başlanması prosesində aktivlik edir. Bəli, bölgədə sülhü biz istəyirik. Bizim təşəbbüsümüzlə başlayıb bu sülh. ATƏT-in Minsk qrupu adlanan tarixin zibilliyində olan qurum Vətən müharibəsindən sonra sülh iddiası ilə çıxış etməyib. Sülh təşəbbüsü ilə çıxış etməyib. Ümumiyyətlə, hər hansı bir təşəbbüslə çıxış etdiyini mən xatırlamıram. Məsələ də budur. Yeganə təşəbbüsləri, davamlı şəkildə yeganə təşəbbüsləri Ermənistanın işğalını legallaşdırmaq, Azərbaycanın öz ərazilərindən imtina etməyə çağırmaq, ən azından ərazilərinin bir hissəsindən. Məsələ bundan ibarət olub. Və bu mənada ona görə də bugün sülh və Ermənistan adları kifayət qədər bir-birinə zidd ütüklərdə dayanır. Ermənistanın artıq bəyanatları, bu bəyanatlarla bağlı euforiyanın yaradılmasına son qoyulmalıdır. Ermənistan sülhə bəyanatları ilə yox, konkret sülh üçün müvafiq konfigurasiya yaradacaq addımları ilə gündəmdə olmalıdır. Əks halda bu bölgədə
belə deyək də, dayanıqlı sülhə nail olmaq mümkün olmayacaq. Hacım, çox maraqlı bir məqama gətirdik söhbəti. Şərt sərhəddəki o təxribatlara mən toxunmanı istəyirəm. Bunun məqsədi nədir? Yəni bu da hər hansı bir qədər öncə qeyd etdiyimiz məsələlərin tərkib hissəsi kimi çıxış edirmi? Qeyd etdiyimiz kimi bu prosesdə Avropa İttifaqının müvafiq təcavüzkar missiyası xüsusi rol oynayır. Yəni onlar Azərbaycanın aktiv şəkildə özünün müdafiəsini Azərbaycanın hücumu kimi qələmə vermək üçün müvafiq təxribatlara əl atırlar. Bu bir. İkincisi, bu təxribatların əsas məqsədlərindən biri cəmiyyətlər arasında mümkün etimad mühitinin yaradılmasının qarşısını almaqdır. Əgər biz bugün Azərbaycan mediası, Azərbaycan mediası, Azərbaycan hakimiyyətinin aidiyyatı istiqamətdə resursları sülhdən danışırsa, sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüslərdən danışırsa, artıq işğala təcavüzə son qoyulmasından danışırsa, Azərbaycan prezidenti hər ay ən azı işğaldan azad olmuş bölgələrdə yeni məntəqələr açırsa, sakinlərlə görüşürsə, əvvəlki həyatın qayıtdığını, işğala qədərki həyatın tədricən daha yüksək formada bərpa olunması istiqamətində addımlar atırsa, bu cəmiyyətdə, Azərbaycan cəmiyyətinə nə qədər nisbi rahatlıq, nə qədər o kinik qüdrəti kənara qoyursa, Azərbaycan prezidenti dəfələrlə bəyan edir ki, bizim qələbəmiz qisasımızı aldı. Azərbaycan cəmiyyətini artıq yeni qisasçılıq zəminindən nə qədər kənarlaşdırırsa, Ermənistan tamamilə əksinə. Və o cümlədən də bu təxribatlar Azərbaycan cəmiyyətində, Erməni cəmiyyətində düzdür, sülh tərəfləri çox azdır, amma istənilən halda o qarşılıqlı etimadın sıfıra endirilməsi və bir daha müvafiq resurslarla nümayiş etdirilməsi ki, budur. Baxın, Azərbaycan və Ermənistan heç vaxt qonşu şəkildə yaşaya bilməyəcək. Azərbaycan və Ermənistan arasında budur, hələ düşmənçilik davam edir. Hələ də sərhəddə atəş səsləri eşidilir. Bax, onlar bunu etmək istəyirlər. Üçüncü bu istiqamətdə əsas hədəf ATƏT-in Minsk qrupunun mövcudiyyətinə zərurət yaratmaq. Yəni, hələ də münaqişə davam edir, hələ də silahlar açılır şərti sərhədlərdə və deməli, kənar vasitəçilərə, yəni konkret olaraq ATƏT-in Minsk qrupunun vasitəçiliyinə dırnaq arası ehtiyac yaranır. Təbii ki, bunlar bu həm də onların maraqlarıdır ki, bu proseslər bir mənalı şəkildə bugün bölgədə o atəş səslərinin eşidilməsinin təməlində bir mənalı şəkildə imperialist niyyətlər, Ermənistanın revanşist hədəfləri mərkəzləşdirilərək, təmərküzləşdirilərək həyata keçirilən müvafiq tezislərin icrası kimi bir qədər genişləndirsə, silahlanması, bu istiqamətdə tam şəkildə bu istiqamətdə Ermənistana verilən hərbi siyasi dəstək, Ermənistanın müdafiə sənayesinin qurulması, Ermənistanda ayrı-ayrı dövlətlərin gəlib artıq təlim keçməyə başlaması, o cümlədən Ermənistana məsələn bu yaxında bilirsiniz ki, avqusta qədər Almaniyadan Amerika Birləşmiş Ştatları müvafiq texnikalar Ermənistana gətiriləcək, düzdür, deyirlər avqusta qədər, bu o qədər də inandırıcı deyil. Bu istiqamətdə Ermənistana verilən siyasi dəstək, o cümlədən Hindistandan, Fransadan və digər ölkələrdən çoxsaylı silah sursatının, xüsusən hücum silahlarının gətirilməsi əlbəttə ki, bu bölgədə Ermənistanın dırnaqarası sülh niyyətinin nə olduğunu göstərir.